Övladlarımız gələcəyimizdir. Uğurlu gələcəyə gedən yol isə şübhəsiz ki, öyrənməkdən keçir. Beynəlxalq Təhsil Mərkəzi olaraq 2017-ci ildən bu günədək bu yolda övladlarımıza yoldaşlıq edirik. Olimpiyadalardan IELTS, TOEFL, TRYÖS, SAT, buraxılış və blok imtahanlarına hazırlıq və əldə olunan yüksək nəticələrlə övladınızın xarici ölkəyə yollarını açırıq. 21 ölkənin 140 universiteti ilə əməkdaşlıq edərək xaricdə ali təhsili təmin edirik. Bakalavr və magistr təhsili üzrə alınan diplomları təsdiqlədirik. Marsol, Paşa Həyat, Birbank, Veysəloğlu və sair kimi nəhənglərlə partnyorluq edirik ki, siz dəyərli tələbələri sığorta, təqaüd və praktika ilə təmin edək. Beynəlxalq standartlarda təhsil kiminin iddiası, kiminin xəyalı, bizimsə işimizdir. ISO 9001 sertifikatı verdiyimiz təhsilin şəffaf və sistemli, ISO 29994 sertifikatı isə planlı və keyfiyyətli olduğunun başlıca sübutlarındandır. Uğur təsadüf deyil. Bizim də əldə etdiyimiz 4000 qəbul, 750 məzun. 6 mükafat təsadüf yox, fəaliyyətimizin nəticəsidir. Uğurlu gənclər, minnətdar valideynlər. Və illərdir zədələnməyən imicimizə əsaslanaraq deyirik ki, Beynəlxalq Təhsil Mərkəzi etibarlı yol yoldaşınızdır. Salam, hər vaxtınız xeyir. Pərvizə görə yeni bölümü ilə qarşınızdadır. Bu dəfə də sizi Jet Sinemadan salamlayırıq. Bugünkü qonaqlarım son zamanlar həm sosial medianı, həm televiziyanı öz ağuşuna alıblar. Bir sözlə onlarla bağlı olan editlər, redaktörli videolar, o deyir, TikTok'u başına götürüb ifadəsi, yəni belə ancaq ifadə eləmək olar. Bunu son zamanların ən uğurlu gənc simaları və aktyorları Orxan İskəndərli, Ülvi Həşim və Eltəkin xan, xoş gəlmişsiniz uşaqlar. Salam, xoş gördük. Xoş gördük. Mikrorayonda sizi görmək xoşdur və şərhlərə baxıram mən, serialla bağlı yazılan rəylərə və əsas sizə diqqət ayrılır orada. Düzdür, orada bizim çox peşəkar aktyorlarımız, aktrisalarımız rol alırlar. Onlar onsuz da öz sözlərini deyiblər. Amma bizə maraqlı olan həmişə tamaşaçıların yazdığı bir haqsız rəy deyə düşünürəm mən bunu. Haqsız rəy olur həmişə ki, bizdə aktyorlar yetişmir. Amma sizin simanızda, sizin sayənizdə görünür ki, necə gənc, istedadlı aktyorlar var. Mən istəyirəm öncəliklə sizi tanıyaq. Yəni, bir-bir sizi tanımayanlar üçün yəqin ki, serialın daha doğrusu çəkilişi ilə bağlı, ümumi əlavə işlərinizlə bağlı az verilişlərə çıxırsınız, az proqramlara çıxırsınız və danışmağı çox da sevmirsiniz bildiyim qədərilə. İstəyərdim, amma insanlar sizi tanısın. Orxan bəydən başlayaq icazənizlə. Mən təhsilimi Neft Akademiyasından almışam, kompüter mühəndisliyi üzrə. Amma həmişə aktyor olmaq istəmişəm. Sadəcə dəqiq elmlərlə yaxşı bələd olduğum üçün dəqiq elmlərə yönəldim kompüter mühəndisliyinə. Amma həmişə oxuduğum müddətdə də filmlərə çox baxırdım və həmişə aktyor olmaq istəyirdim. Bitirəndən sonra hərbi xidməti də bitirdim və qayıtdım. Bir-iki fərqli sahədə işləyəndən sonra aktyorluqla məşğul olmağa başladım, həvəskar şəkildə. Sonra fərqli kurslarda öz aktyorluq bacarıqlarımı inkişaf etdirməyə çalışdım. Qısa kurslar idi. Fərqli tam-metrajlı filmlərdə çəkildim. Ondan sonra da Mikrorayon serialı, belə qısa desək. Bu ilk serialdır sizdə? Bəli, serial olaraq ilk. Ülvi bəy, siz seriallarda çox görmüşəm sizi. Mən onu da qeyd edeyim, əgər icazəniz varsa, təbii ki, Ülvi bəy hal-hazırda vətənə olan borcunu yerinə yetirir. Qısa bir məzuniyyətə gəlib və çox sağ olun ki, vaxtınızı ayırdınız, gəldiniz, dəvətimizi qəbul elədiniz. İstəyərdim siz də tanısınlar, tamaşaçılarımız. Mən də belə şablon səslənsə də məktəb vaxtından həvəs yaranıb aktyorluğa. Sonra hazırlaşdım, qəbul oldum. Bakalavr və magistr pilləsini bitirdim. Sonra dövran gətirdi, düşdüm reklam çəkilişlərinə. Oradan sonra isə serial və
günü bu gün mikrorayon serialı belə. Mədəniyyət və İncəsənət Universitetini Bəli, bitirsiniz. bəli. Aktyorluq fakültəsi. Aktyorluq fakültəsi. Bu arada biz ikimiz də qrup yoldaş. Doğrudan 2018-ci ildən bir yerdəyik. əslində dostluqlarınız uzun illərə dayanır. Etəkin sizi tanıyaq. Mən də Ülvi dediyi kimi İncəsənət Universitetini bitirmişəm. Amma mənim aktyorluqla bağım uşaqlıqdan yox, təxmini 16 yaşdan belə başlayıb. Bağ deyəndə, yəni həvəsim yaranıb 16 yaşımda. Və mən belə deyək ki, valideynlərin istəyindən 2-ci qrupa hazırlaşırdım. Sadəcə imtahanda belə getdim, yazmadım ki, kəsilim və növbəti il artıq İncəsənət Universitetinə qəbul oldum. Belə deyək, mən 1 il təhsildən kəsilmişəm, sonra İncəsənət Universitetinə qəbul olmuşam. Sadəcə bir şərtlə ki, valideynlərim məndən xahiş eləmişlər ki, hər hansısa bir başqa qruplardan birində də imtahan ver və qəbul ol. Amma yəni, biz bilək ki, sən oxumusan, sən yəni imtahandan keçə bilirsən. Amma sonra gedib aktyorluğa qəbul olarsan və imtahan nəticələrini gizlədə belə yekunda gəlib aktyorluğa daxil ola bildim, belə deyək. Bəs indi valideynlərin fikri nə yöndədir? Mikrorayondan sonra biraz dəyişib, amma ona qədər hələ də bir gün olacaq ki, mən bu sənətdən imtina eləyəcəm və gedib hər hansısa bir dövlət işində işləyəcəm düşünürdülər. Mikrorayondan sonra artıq biraz fikirlər dəyişib. Bunda da sənin məncə istedadın və əzmin rol oynayıb, belə düşünürəm. Mikrorayona təklif necə gəldi? Yəqin ki, bilmirəm, eyni vaxtda gəlib, ayrı-ayrı gəlib. Bu barədə istəyərdim danışasınız. Mikrorayonun kastingini mənim şirkətim var, o eləyib. Orxan düşünürəm ki, aramızda ən birinci təsdiqlənən olub Azik obrazına. Biz Azik obrazını çox axtarırdıq, amma belə tapmaq bizim üçün biraz çətin olurdu. Çətin idi də, belə deyək. Daha sonra Ülvi Fərid obrazına təsdiqlənib və yekunda mən necə deyim, kastingdə mənim Sən də fikirləşirdin ki, hansı obrazı seçmirdin? Mənə qalsa mən başqa demirəm. Mən sadəcə kastingdə öz şəklim yox idi deyə ən son belə deyək ki, seçilən adam mən olmuşam, Adil üçün. Adili daim axtarırdıq, tapa bilmirdik. Günlərin bir günü Qulu mənə dedi ki, Qulu Əsgərov rejissorumuzdur, salamlayırıq. Qulu dedi ki, hər bir səhnə var dedi, onun tekstini öyrən, sabah inşallah sən məşq eləyəcəksən. Dedim ki, öyrənmə ehtiyac yoxdur, gəl burada məşq eləyərəm, problem yoxdur. Dedi, mən əzbərləmişdim əvvəldə. Mən artıq hazır idim. Dedim, yəni burada gəlib belə kömək eləyərəm. Dedi ki, öyrən, belə prinsipial formada öyrən. Dedim, hə, problem yoxdur. Sabah gəldim, məşq baş tutdu. Baş tutandan sonra Qulu mənə çağırdı ki, Adil sənsən. Mən sözün açığı biraz qorxdum ki, yəni böyük obrazdır, yəni bunu qaldırmaq biraz çətindir. Amma mən düşünürəm ki, alınıb. Bu arada ən axırıncı təsdiq olunan, seçilən mən oldum, Fərid obrazı oldum. Azik idi. Həm Azik birinci. Azik birinci. Günlərin bir günü ilə Eldəkin Qulu Əsgərov çağırdı, dedi, gəl kastingə, Fərid. Amma açığı nə yalan deyim, ilk ssenarını deyim, ümumiyyətlə belə əvvəldən, belə işləndən bəri həmişə hər zaman Fərid oynamaq istəyirdim, yəni onsuz da Fərid istəyirdim. Çox sağ olun. Axırda belə enerji ötürdüm övrənə, qismət oldu. Belə getdim, təsdiqləndim, yəni belə sadə olaraq. Deyim çünki Eltəkin belə qısa danışdan çox maraqlı alınmışdı Azik rolunun təsdiqlənməyi. Başqa bir dostumuzla oturmuşduq. Eltəkin təsadüfən necəsə gəldi ora. Biz Eltəkinlə görüşürdük tez-tez. Sadəcə ondan əvvəl başqa bir filmdə çəkilmişdik bir yerdə. Eltəkin necəsə gəldi ora və sadəcə söhbət edirdik. Danışırıq nə var, nə yox. O dedik ki, heç nədə Azik roluna adam axtarırıq, hələ də tapa bilməmişik. Sonra yenə söhbət davam elədi, bu yaddan çıxdı. Birdən mən dayanmışdım, hansısa bir hərəkət elədim. Dəqiq yadımda deyil. Eltəkin birdən belə dedi. Azik. belə bir moment baş verdi. Dedi ki, sabah gələ bilərsən kastingə. Sabahsı gün gəldim, Qulu məni gördü və mənə dedi ki, oynadığın hansısa bir yazını göstərə bilərsən. Mən də köhnə filmlərdən birini göstərdim. Hiss elədim ki, Qulunun xoşuna gəlmədi mənim orada aktyorluğum. Dedi ki, biz Aziki sarışın bir adam fikirləşmişdik. Yəni mən Laurel desəm mənə qırmağa çalışdı, belə mədəni şəkildə. Mən dedim, yəni yaxşı da, problem yoxdur.
Sonra gördüm Eltekin orada Qulu ilə necə danışır da. Yəni Eltekin özü belə hiss edirəm ki, məndə aziki görürdü də bir. Sonra getdim sarışın oldum. Yəni saçımı rənglədim. Yəni sonra biz sonra mətn verildi və onu oynadıq. Onu oynayandan sonra təsdiqləndim. Ülvi bayaq qeyd elədi ki, ssenari gəlir, ssenarini gördüm, istədim də. Ssenari gələndə aktyorlara bütöv serialın ssenarisi gəlir, yoxsa öz obrazlarına aid olan hekayə gəlir? O mənə maraqlıdır həmişə. Casting prosesində hər hansısa bir səhnə gəlir. Yəni məhz bir səhnə gəlir ki, o səhnəyə hazırlaşır, gəlir və biz o səhnədə həmin personajı görə biliriksə görürük, görə bilmiriksə təəssüf. Burada oturan şəxslər də rejissor yəqin ki, onu görüb. Yəni mən nə qədər də aktyorları təqdim eləsəm də yekunda qərar verən adam rejissordur və mən düşünürəm ki, rejissor Orxanın personajı necə deyim, Orxanda aziki, Ülvidə Fəridi görə bilib deyə onlar bugün oynayıblar. Belə trio olaraq ümumiyyətlə maraqlı görünürsə serialda. Mən bir məsələyə toxunmaq istəyirəm. Sosial mediada gələn şərhlər var ümumilikdə, amma istəyirəm aktyorlar özü cavab versin bu məsələyə. Çünki normal düşüncəsi olan adam, normal hər şeyi analiz edə bilən adam bir filmə və ya seriala baxanda istər-istəməz onun mesajını görür. Amma mən istəyərdim sualı sizə verim və sizdən cavab alım. Həm də bu eyni zamanda belə şərhlər yazan adamlara bir cavab kimi qiymətləndirilsin. Mikrorayon serialının ötürmək istədiyi mesaj nədir? Lap əvvəldə əsas niyyəti olub ki, gənclər daha sağlam yollara yönəlsinlər. Əsas niyyəti bu olub. Amma insanlar öz təcrübələrinə əsasən və ümumiyyətlə düşünürəm ki, serial bitməmiş hansısa bir nəticə çıxartmaq düzgün deyil. Serial bitəndən sonra məncə bu suallar artıq aradan qalxacaq. Çünki buna tam aydın olacaq ki, verilmək istənilən mesaj nə idi? Və sizin obrazınız sizcə bir obraz olaraq başqalarına nə cür təsir eləyir? Bu da hər bir insanın öz təcrübəsindən asılıdır. Amma hər bir obrazın, mənim obrazım belə Loreldi desək mənfi obrazıdır, antagonistdir və bu açıq-aşkar görünən bir şeydir. Amma məsələn, hansısa bir qatil üçün belə xoş bir obraz ola bilər. Məsələn, bir qatil obrazı var. Bir tamaşaçı özü qatil olsa, bu obraza baxsa, ona bir xoş gələcək, onu yuxarı qaldıracaq, deyəcək ki, əladır, bunun kimi olmaq lazımdır. Amma təbii ki, sağlam düşüncəli insan deyəcək ki, bu mənfi obrazdır, bu yolun ardıca getmək düzgün deyil. Ona görə tamaşaçıdan çox şey asılıdır. Mənim əslində olduğum Azik obrazı, ümumiyyətlə mən bayaq dediyim kimi də o tamaşaçı, yaradıcı proses tamaşaçı ilə bir yerdə baş verirdi. Yəni mənim obraz, aktyor olaraq ora müdaxilə eləmək əslində düzgün olmazdı. Tamaşaçının sərhədlərini pozmuş kimi sayıram mən öz fikrimcə. Amma kənardan tamaşaçı kimi baxsam, mən bu seriala baxıram, Orxan olaraq, mən görürəm ki, Azik obrazı mənfi obrazdır və çox səhv hərəkətlər eləyir. Hər insanın müsbət cəhətləri olduğu kimi Azik obrazında da müsbət cəhətlər təbii ki var. Amma bu çox azdır, çünki əsas onun qəddarlığıdır bu üzdə olan və mənfi obrazdır. Sağlam düşüncəli tamaşaçı məncə buradan düzgün nəticə çıxartmalıdır. Fəridi necə xarakterizə eləyərdiniz? Çox belə ürəkli olan, yəni bir növ məntiqdən əlavə ancaq belə hərəkətlərlə, yəni ürəklə hərəkət edən insandır. Yəni məntiq tərəfindən düşünmür bu adam. Yəni növbəti günləri, gələcək bir həftəni, 10 günün sonrasını düşünmür elədiyi əməl qarşılarında. Və düşünürəm ki, bu insan adil qədər də olmasa, bilmirəm. Yəni adil qədər də olmasa, yəni bu qara dünyaya bir o qədər də belə meyilli deyil. Meyilli deyil. Həm meyillidir, həm də meyilli deyil. Yəni belə qalıb dilemma qarşısında nələrsə görə düşünür ki, həyat budur, bu cür olsam daha yaxşı olaram, uğurlu olaram, nə bilim, hörmətli olaram, belə şeylər. Amma bilmirəm, bəlkə yanlış analiz edirəm. Mənə görə orada deməli Fəridin güclü olmaq istəyi var. Bəlkə də bu bir tərəfdə həm də atasının evdəki o gücsüzlüyündən, güclü ata obrazı görməməyindən irəli gəlir. Ailəsində nə bilim güclü bir şəxs olmaq kimi, fərd olmaq kimi bəlkə belə bir şey də ola bilər deyə düşünürəm bir tamaşaçı olaraq. Amma Fərid belə götürəndə çox ürəkli insandır. Yəni heç nədən qorxmur və onun bu qara dünyaya və yaxud da kimlərəsə ehtiyacı yoxdur deyə düşünürəm. Mən düşünürəm ki, o Fərid eyni zamanda həm də yaxşı dostdur.
Fəridin qara dünyaya meyli olmasa belə Adil ora meyl eləyir deyə o da onu tək qoymur və o yolda gedir. Dar günün dostu. Dar günün dostu. Yəni Adil oradadırsa mən də oradayam. Mən belə bir anlayış. Amma orada olmuyor. Amma siz orada olmayın. Orada bir səhnə, döyülmə səhnəsi var. Bilmirəm bu səhnə təbii alınıb, yoxsa o rol da var idi. Bu barədə istəyərdim. Hansı ki təpiklə vururlar deyəsən sənin başına. O gün mən geçsin gəlməsin. O gün çox belə necə deyim, Spontan alındı. aktyor kimi çox yaxşı və özünü necə deyim, ifadə edə biləcəyimiz bir gün idi, amma çətinlik olaraq çox çətin bir gün idi. Çünki toz, torpaq, nə bilim kimisə vurmalıyıq, vururuq, təbii alınmır, təzədən bir də çəkirik, kaskadyorlar bizlə bir yerdə işləyir, rejissor baxır monitordan alınmır, təzədən gəlib bir də və biz hər dəfə o tozun içinə girib, təzədən o tozun içindən təzədən çıxıb, təzədən bir də yenə eyni proses. Hər dəfə kadr, üzr istəyirəm, hər dəfə kadr dayanır, bir rahat bəlkə bir 30 dəqiqəyə yaxın üst başımızı təmizləyir. Və həmin səhnədə kütləvi səhnə aktyorları çoxdur deyə və onlar da digər peşəkar aktyorlar kimi, məsəl üçün Niyaz İlyasoğlu var orada, Orxan var, Ülvi var. Onlar kimi bu səhnəni mahiyyətini tam başa düşə bilmirlər deyə onlara görə təzədən bir də alınmır, təzədən bir də çəkmək məcburiyyətində qalırıq. Amma ümumi bu gün baxanda mən şəxsən özüm o səhnələrdən zövq alıram. Spontan alınan nə idi? Rejissor Qulu Əsgərov məni bir yer var ki, o səhnədə mənə daş vurmalıdılar. Başıma daşla vururlar və Yəni daş dediyimiz belə deyə də hazırlanmış daş. Hazırlanmış. Dedim o ki, heç bir problem yoxdur, amma yəni mən də reaksiyanı düzgün verirəm, zədələnmə. Dedi, yox, narahat olma, özüm eləyəcəm. Mən də dedim ki, okey, heç bir problem yoxdur. Və Qulu belə süper qəhrəman oldu bir anda. Mən kaskadyoru vururam. Kaskadyor yıxılanda dönüb digər kaskadyoru görməli idim. O döndüyüm kaskadyoru Qulu oynayır, belə deyək. Vurdum, dönəndə gördüm ki, Qulu göydəndir. Göydən mənə tərəf gəlir. Belə həyatımda məni hələ heç kim elə vurmamışdı. Buradan Quluya mən təşəkkür edirəm. Məncə Qulu səndən heyfini çıxıb, O günə sarışın qədər azik tapmadığına görə. mən Qulu o günə qədər yaşatdığım əziyyətlərin və sarışın azik tapmadığımın heyfini o səhnədə məndən aldı. Biz orada arxadaydıq, belə hamı çöndü arxaya ki, oydu, bu uşaq nəsə oldu buna, ayağa dura bilməyəcəkdi. Çox pis belə. Amma məncə təbii alınıb və bugün baxanda zövq alırıq. Travmam da yoxdursa məncə hər şey yaxşıdır. Əsas olan o Arada gecə işin keyfi. Arada biraz gecə qışqırır edir travma. Orxan, siz Səpələnmiş Ölümlər Arasında filmində rol almısınız. Həmin film 77-ci Venesiya Film Festivalında əsas müsabiqədə yer alıb. Amma siz bundan sonra bir neçə müsahibə vermisiniz jurnalistlərə və orada belə bir fikir işlətmisiniz ki, festivalın hər hansı bir səviyyə meyarı olduğunu düşünmürəm. Bunu daha aydın ifadə edə bilərsiniz. Festivala film gedəndə orada bir çox xüsusiyyətlərinə görə seçilir film və Avropada indi fərqli jürilər olur və hər jürinin də öz baxış bucağı olur, fərqli təcrübəsi olur və onlar da hansısa bir xüsusiyyətlərə görə bayaq dediyim kimi seçirlər filmi və o seçilən film o demək deyil ki, məsəl üçün bu il Venesiyada 15 dənə film olub. Bu demək deyil ki, bu il dünyada çəkilən ən yaxşı 15 filmdir. Qətiyyən belə deyil. Çünki bu subyektiv qərardır. Həmin jürilərin seçim komitəsinin subyektiv qərarıdır həmin filmlər. Ümumiyyətlə istənilən müsabiqədə mən düşünürəm ki, belə yanaşıram ki, səviyyə meyarı deyil. Yəni sənin prodüserin yaxşı bir prodüser ola bilər filmin, amma prodüseri zəif olan bir filmdən daha zəif bir film ola bilər və ora seçilə bilər. Mən ora seçilən filmləri heç cürə alçatmaq istəmirəm təbii ki. Hamı həmkarlarımızdır, hamı iş görür, amma düşünürəm ki, aydın oldu nə demək istədiyim. Övladlarımız gələcəyimizdir. Uğurlu gələcəyə gedən yol isə şübhəsiz ki, öyrənməkdən keçir. Beynəlxalq Təhsil Mərkəzi olaraq 2017-ci ildən bugünədək bu yolda övladlarımıza yoldaşlıq edirik.
Olimpiadalardan IELTS, TOEFL, TRYÖS, SAT, buraxılış və blok imtahanlarına hazırlıq və əldə olunan yüksək nəticələrlə övladınızın xarici ölkəyə yollarını açırıq. 21 ölkənin 140 universiteti ilə əməkdaşlıq edərək xaricdə ali təhsili təmin edirik. Bakalavr və magistr təhsili üzrə alınan diplomları təsdiqlədirik. Marsol, Paşa Həyat, Bir Bank, Veysəloğlu və sair kimi nəhənglərlə partnyorluq edirik ki, siz dəyərli tələbələri sığorta, təqaüd və praktika ilə təmin edək. Beynəlxalq standartlarda təhsil kiminin iddiası, kiminin xəyalı, bizimsə işimizdir. ISO 9001 sertifikatı verdiyimiz təhsilin şəffaf və sistemli, ISO 29994 sertifikatı isə planlı və keyfiyyətli olduğunun başlıca sübutlarındandır. Uğur təsadüf deyil. Bizim də əldə etdiyimiz 4000 qəbul, 750 məzun, 6 mükafat təsadüf yox, fəaliyyətimizin nəticəsidir. Uğurlu gənclər, minnətdar valideynlər. Və illərdir zədələnməyən imicimizə əsaslanaraq deyirik ki, Beynəlxalq Təhsil Mərkəzi etibarlı yol yoldaşınızdır. Ülvi 3 serialda arda-arda rol almısınız. Daha doğrusu arda-arda təqdim olunan 3 serialda rol almısınız. Tilov, Bölmə və Mikrorayon. Sizi tam ifadə edən obrazınız hansıdır? Bu 3 serialın üçünə də içində olan obrazlar. Birində dediyim kimi Nicat, Sevcan, Nicat Tilov serialında, Bölmədə Ramin və Mikrorayonda Fərid obrazı. Üçünə də eyni dərəcədə, eyni ciddiyyətlə, eyni ehtiyatla yanaşıram. Yəni üçü də mənim üçün ümumiyyətlə bütün işlərim, hər biri mənim üçün vacib və əhəmiyyətlidir. Amma üçünə nəzərən götürdükdə mənə elə gəlir, mənə yaxın olan Mikrorayondakı Fərid obrazıdır. Bilmirəm onun həyat tərzi hardasa mənim uşaqlığımdan bir qaynaq, yəni biraz belə tetikləyə bilər və yaxud da mən də uşaq vaxtı idmanla məşğul olmuşam güləşlə, bəlkə onun da ora qatqısı ola bilər. Yəni belə meyarlar olduğu üçün düşünürəm və Fərid daha mənə belə yaxın və daha belə özümü rahat hiss etdiyim obraz olub indiyə qədər. Bax, obrazlarınızdan danışırsınız. Sizcə tamaşaçılar serialda özünü görür, yoxsa qonşularını görürlər? Məncə, hər kəs baxanda bu seriala ən azından, misal üçün, mən oxuyuram rəylərə, bir yazır, nə bilim, baxdım və filan vaxtı yaşadığım bir hadisə yadıma düşdü, həqiqətən pis oldum, yaxşı ki, bu işi çəkmişsiniz və insanları bir növ o fikirlərdən çıxarırsınız. Yəni, belə bir şeylər də olur, misal üçün, bir insan var, bu həyatı ümumiyyətlə heç yaxından, uzaqdan əlaqəsi yoxdur, hardansa kimdənsə eşidib, gördüklərindən, bildiklərindən. Yəni, həm elə, həm də belə deyə düşünürəm, hər biri var içində. Və bu serialın mən şəxsi fikrimdə bu qədər belə populyar olması, yəni bu qədər üzdə olmasının səbəblərindən biri də düşünürəm ki, çox belə realistik və hər kəsin yaşaya biləcəyi, daha doğrusu hər kəsin yaşadığı, yəni belə dediyim kimi hiss etdiyi, ən azından elementar evdə olan atmosfer olaraq, nə bilim, çöl, bayır, dost münasibətləri, məktəbdə olan münasibətlər, söz-söhbətlər, hər kəsin içində olduğu, eşitdiyi məsələlər olduğu üçün belə bir növ insanlar bunu sevir. Məncə çox həssaslıqla yanaşıb. Buradan da Sevinc Əliyevanı, serialın baş prodüserini salamlayırıq. Bütün detallara, adi evlər məncə deyəsən yenidən dizayn olunub, seçilmiş evlər ya yenidən təmir olunub. O sırf yəni istədiyiniz ev havasını vermək üçün və insanların mənimsəyə biləcəyi bir ev havası. Bəli, hətta belə deyək ki, divar kağızları belə o dövrə əsasən tapılıb, vurulub və biz girib evi təmir edib çəkmişik və çıxanda həmin təmiri yenidən əvvəlki halına qaytarmışıq. Bu kimi məsələlər də olub bizdə. Hətta Azikgilin məkanı belə qurulub. Yəni elə bir məkan yoxdur. Elə bir məkan, boş bir məkandır. Sadəcə içində bir dənə o belə deyək, ştanq var idi, başqa heç nə. Oranı şəkillər, rəssamlar və Sevinc Əliyevanın ideyasından belə yola çıxaraq dizayn edib. Bəs mən hamınıza sual vermək istəyərdim bunu. Mikrorayonda yaşasaydınız, hansı personajla qonşu olmaq istəyərdiniz? Mən İsmail
Fəridin atasıyla. 100%. Niyə hər dəfə onu sakitləşdirməyi xoşuna gəlir? Mən çox qəribə formada hər dəfə o həm çəkilişdə, həm də hal-hazırda seriala baxanda çox gülürəm o adama. Yəni möhtəşəm personajdır, möhtəşəm oyun da sərgiləyir Oktay müəllim. Buradan Oktay müəllimi də salamlayırıq. Salamlayırıq. Belə Adillə qəti formada qonşu olmaq istəməzdim. Ümumiyyətlə, yəni belə. Çünki heç kimi yaxşı yol aparmır belə. Qonşu olmaq nə bilim, düşünməmişəm bu vaxt, amma belə indi ağlıma gələn variant nə bilim. Elə Fəridlə qonşu olmaq istəyərdim. Bir yerdə məşq eləyərdik. Sağlam yola da. Mən də onu deyəcəkdim. Fəridlə qonşu olmaq istəyərdim. Belə baxdım, gəldi sağlam obraz deyərsən Fərid də ortada. İdmana gedim, motivasiya. Çünki bu insan pis vərdişlərdən uzaqdır, nə bilim, adi elementar siqaret çəkmirdi müəyyən vaxtda. Uzaqdır. Yəni də çəkmirdi. Uzaqlaşır deyək də belə. Yox, uzaq idi və müəyyən vaxta qədər siqaret çəkmirdi, nə bilim, belə pis, yəni pis dediyim belə qara əməlləri yox idi. Sadəcə bu durumun gətirdiyi akt olaraq bu başladı qara yollara düşməyə. Sağ olsun orada nə bilim, Adilin də qatkısı var, böyük qatkısı var. Belə yəni. İsmail və belə deyək, Fəridin ailəsindən qonşu olmaq istəyirdim. Amma niyə bir dənə düşün üst qonşundur və hər axşam davadalaş qışqırıq edir? Mən məsləhət görməzdim. Yəni, isir gəlir evə elə bir bütün gün küçədən ev almışdıq. Hər dəfə bir qonşuda dava edən biz məcbur evimizi Qəmli satdıq. notlara toxunum. Qəmli notlara toxunum da. Mən Daşqından qonşu olmaq istəyərdim. Onu o yoldan necəsə döndərmə. Yox, hər gün dava edən adamla necə qonşu olmaq istəyir? Məncə Daşqınla qonşu olsan bilməyəcəydin onu eləyir. Cahandarla qonşu olum. Bəs serialın hansı obrazı real həyatda sizə daha yaxındır? Mənə heç biri. Məsmə xanım. Mənə Məsmə xanımın obrazı daha yaxındır. Balaca Azərinin obrazı. Bilmirəm, yəni mənə yaxın olan. Elə niyə Adil? Adil 17 yaşıma hardasa belə yaxındır, amma indiki Təbii ki, indiki yox. Yəni heç bir. Zakir. İdris. Zakir daha yaxın. Yoxdur, məncə yoxdur. Hal-hazırda belə düşüncəmə yaxın olan adam. İdris bəlkə hardasa ola bilər, yox İdris də deyil. Amma təbii indiki zaman olaraq, indiki yaş olaraq yox. Hal-hazırdakı yaşıma heç bir personaj yaxın. Yetkinlik dönəminə təbii ki, Fərid çox yaxındır, amma bu dəqiqə düşünməzdim, heç bir əlaqəsi yoxdur. Fəridlə indiki halım arasında. Mən əslində hər bir obrazdan hansısa xüsusiyyətlər insanda bəlkə də olur, amma belə sırf bir dənə obraz ki, mənim bu həyatda mən bu obraza yaxınam dediyim biri yoxdur. Tam fərqli personajlar var deyə ki, bundan irəli gəlir. Bəs Eltəkin bəyin kasting şirkəti var və sizin aktyorluqdan başqa hər hansı bir fəaliyyət sahəsi ilə məşğulsunuz, yoxsa? Reklam şirkətində copywriteram. Belə. Fərid müəllim. Və rejissorluq hal-hazırda rejissorluq üzrə təhsil alıram, rejissorluq üzrə belə yeni film çəkmək istəyirəm. 100% ged gəl, əsgərim. Bülbülün 4-cü serialı. Məndə də yəni belə aktyorluq, belə yan olaraq o heç o öz yerində. Bir də aparıcı qismində çalışmışam 3 sezon. Harda? Maqbi. Azərbaycan televiziyası. Fərid obrazı əskərlikdə sizə bir xeyir gətirir. Avantajları nələrdir? Maraqlıdır, çox qəşəngdir. Yəni ab-hava olaraq tanımaqları adamı belə xoş hiss elətdirir və hərbidə bunun içində var darıxqanlıq, nə bilim, çox sosial həyatdan uzaqdasan, bir növ motivasiya olaraq unutmursan ki, sən aktyorsan və bu insanlar da səni işə görə tanıyır. O çox əla bir şeydir. Amma hansı tərəfdən baxırsan bax, əsgərlikdəsən, yəni onun heç bir aidiyyəti yoxdur tanımaqlarına, tanımamaqlarına. Çünki sən oradasan və müəyyən bir vaxt vəzifəvi yerinə yetirib qayıtmalısan həyatına. Yəni maraqlı ab-havası var. Qayıdandan sonra planlarınız nələrdir inşallah? Qayıdandan sonra mənim planım tək belə olsun, daima aktyorluqla məşğul olmaq istəyirəm, təbii ki. Çünki bu artıq bir növ işdən əlavə bu sənin artıq həyat tərzi və çevrildi. Bundan artıq düşünürəm, bu qədər zaman keçib üstündən əziyyət çəkmirsən, çəkilmirsən, ən azından oxumusan, magistr, bakalavr 6 il və bu yaşananlardan sonra bunu atıb başqa işlə məşğul olmaq özümə bir növ xəyanət kimi qəbul edirəm də ki, necə
bunu bacardım. Onun üçün də daim aktyorluqla gələcəklərdə nə baş versə. Türkiyədə belə bir hadisə baş verdi bu yaxınlarda. Məsələn, məşhur aktyorların meneceri Serenay Sarıkaya, Hande Erçel və s. Ayşə Barım monopoliya etdiyi iddiası ilə həbs olundu və Azərbaycanda belə bir şey var, monopoliya var. Məsəl üçün, hər hansı bir kasting şirkəti ələ alsın filmlərdir, seriallardır və yaxud da ki, olsun digər tədbirlər və s. Bizim əslində kasting şirkəti kimi bir şirkət qurmaq məqsədimiz yox idi. Biz şirkəti yaradanda əslində məqsədimiz o idi ki, Azərbaycanlı aktyorlar menecerlə təmin olunsunlar və belə deyək ki, bu aktyor və çəkiliş prosesi, çəkiliş komandası arasındakı dialoqları, nə bilim, maddiyyat söhbətləri və digər məsələlərlə aktyor özü məşğul olmasın. Bunun üçün menecerlər ayıraq və menecerlər özləri bu prosesi həll eləsinlər. Sadəcə müəyyən, belə deyək, söhbətlərdən sonra məcburiyyət qarşısında bunu kasting şirkətinə çevirmək məcburiyyətində qaldıq. Azərbaycanda düşünürəm ki, belə bir monopoliya hələ ki yoxdur. İnşallah İnşallah olar. İş o qədər sıx olsun ki, biz eləyək. Yəni bizim məqsədimiz əslində ümumiyyətlə kasting deyildi. Bura gəldik, çıxdıq, amma düşünürəm ki, Azərbaycanda hal-hazırda belə bir monopoliya yoxdur. Bəlkə də bu olsun ki, bu sahə balacalığından irəli gəlir də. Çünki Türkiyədə çoxdur seriallar, çox çəkilir. Hər kanalın özünün 4-5 serialı var. Düzdür, onlarda da artıq azalıb. Yəni proses çox iqtisadi olaraq çöküşdə olduqları üçün serial sahəsi bir seriyə 30 milyon TL, 40 milyon TL pul xərclənir, amma reytinqdə onun qarşılığını görə bilmirlər. Hətta reklam elə həftə olur ki, reklam qarşılaya bilmirlər. Serialın bölümü qalır başqa həftəyə. Şükür ki, bizdə əslində indi inkişaf prosesindəyik. Seriallar, yaxşı seriallar çəkilir, diqqət var aktyorlara da. İnşallah ki, zamanla daha çox olar. Monopoliya yaradar. Monopoliya üçün ümumiyyətlə yaradarsınız. Monopoliya üçün ümumiyyətlə Azərbaycanda o qədər aktyor yoxdur, yəni say baxımından da, yəni. Əslində bunun özü də monopoliyadır da elə ki, bir aktyor bir neçə serialda çəkilir. Mən ilk biz kastingini biz eləmişik deyə demirəm bunu. Azərbaycanda ümumiyyətlə baxdığım işlərdən ilk iş budur ki, saysız hesabsız aktyor var ki, heç kim tanımır və ilk dəfə bu proyektlə üzə çıxırlar və ilk dəfə bu proyektlə üzə çıxmaqlarına baxmayaraq çox vacib personajları canlandırırlar. Və sevilirlər bununla yanaşı. Yəni Daşqın personajı ola bilər, İdris personajı ola bilər, sonra Azik personajı var. Hə, o heç. Onu deməkdə. Sizin oyuncaqlarınızı da düzəltmişdilər bu yaxınlarda. Mən birinci dəfə də görürəm, düzü hər hansı bir serial obrazını bizdə oyuncaq düzəltsinlər. İnkişaf üçün yaxşı bir şeydir əslində. İnkişaf üçün maraqlı. Yaxşıdır, yəni məncə yaxşı deyil. Niyə? Oyuncaq olaraq yaxşı deyildi. Oyuncağın adı Gəlinci idi. Onlar mənə də müraciət eləmişlər. Yazıb Pərviz bəy, sizin gəlinciyinizi düzəltin. Deyirəm, qardaşım, birincisi gəlincik başqa şeydir də, bu bildiyin oyuncaqdır. Gəlincik başqa şey naxımə. Ona görə sizin gəlincikləriniz yaxşı alınır. Məncə bu serialın artıq kult olmağı deməkdir ki, ümumiyyətlə Adilin topları satılır, küçədə uşaqlar o topla gəzirlər. Sonra bu personajların belə oyuncaqları var. Bu sevilməkdən irəli gəldi. Biz əvvəl xarici serialların belə yapışqan şəkilləri satılırdı. Köynəkləri falan vardı. Hə, köynəkləri falan, şeirlər yazılırdı seriallara falan. Amma nə xoş ki, bunu özümüzdə görürük. Aşka sürgün. Polad Ayımdarın köynəyi ilə böyüyən uşaqlarıq biz. Mən düşünürəm ki, ümumi serial üçün çox yaxşıdır. Mən özüm üçün bunu məhz o gəlinci yaxşı hesab edirəm. Çünki forması biraz belə qəribədir. Acayibdir. Belə alın. Maksimum istehsal edə bilirlər də. Yəni orada reklam da eləmiş olduq bir tərəfdən. Reklam da eləmiş olduq bir tərəfdən. Ev yox da, yəni dəstək olmaq lazımdır kiçik bizneslərə. Bu da sizin ürəyinizin böyüklüyündən irəli gəlir. Böyüyəndən sonra məhkəməyə Ürəyimiz, evlərimiz balacadır. Belə burada görürəm zarafatlaşırsınız filan. Bəs çəkiliş dövrü ərzində ən çox zarafatı kim eləyirdi? Bizdə bu tandemin uğurlu olmağının səbəblərindən biri düşünürəm ki, bizim şəxsi həyatda da münasibətimizin olmasıdır. Nə baxımdan? Çünki ən azından boş bir
dialoq olmayan səhnələrdə zarafat əsnasında artıq tanıyırsan deyə qabağındakı. Bilirsən ki, hansı tərəfdən zarafat eləsəm, o mənə nə desə artıq əvvəldən mən necə reaksiya verəcəm, həmçinin nə desəm necə reaksiya verəcək deyə çox rahat olurdu. Tandem həm də biz şəxsi həyatda dostluq deyə oradan da qaynaqlanır ki, yəni elə səhnə var ki, ümumiyyətlə o səhnə bitib. Məsəl üçün də yəni Sözünüz uzadırdı. Biz səhnə gedir hələ və rejissor da Qulu Əsgərov da belə stoplamırdı. Biz də oynayırdıq yəni belə. Mən ona nəsə deyirəm, o mənə nəsə deyir. Və hətta bir yerdə Orxan özü də bizə qoşulmuşdu. Deyəsən çay səhnəsi. Orada çay söhbəti ümumiyyətlə yox. Mənim xəbərim yox idi o məsələdə. Orxan da düşünür, improvizasiya idi də yerində qatıldı bizə və hətta təzədən göndərildi ki, get davay çay gətir belə. Yəni ssenaridə olmayan çay yoxdur, deyirəm maraq ordur. Paçkini tapıb gətirdi. Ssenaridə olmayan amma bizim o belə bir-birimizi yaxşı tanımaq və mən Ülvini həm də aktyor kimi də yaxşı tanıyıram. Səhnədə iştirak eləmişik, çox teatr tamaşalarında da oynamışıq. Belə universitet dönəmindən də bir-birimizi tanıyırıq deyə aktyor kimi də bilirəm ki, yəni Ülvi buna cavab verə biləcək, yoxsa cavab verə bilməyəcək. Ona görə rahat paslaşa bilirdik bir-birimizlə. Hansı amillər kino və serial sektorunun inkişafına mane olur? Məncə bu sfera ilə bağlı düzgün şəxslərə yetişməlidir. Hansı ki, aktyorluq təhsili ilə bağlı, rejissorluq təhsili ilə bağlı, prodüserluq təhsili ilə bağlı və s. və ilaxır peşələri bizdə daha çox inkişaf etdirmək lazımdır və mən düşünürəm ki, daha böyük büdcələr ayırmaq lazımdır ki, daha yaxşı işlər çəkilə bilsin. Amma keçən illərə nisbətdə inkişaf var və irəliləyir. Mən düşünürəm ki, ümumiyyətlə bu fərdlərin özü ilə də biraz bağlıdır. Həm bunun məmur tərəfi, həm sənətçi tərəfi, hamı düşünürəm ki, bu öz üzərində başqasına sual verməli deyilsən kimsən, özünə sual verməlidir ki, mən kiməm. Bu başqasına sual verəndə sən kimsən, gülünc hala düşür. Amma özünə sual verəndə şəxsiyyət yaranır. Və hamı özünə bu sualı versə, inkişaf olacaq. Məncə bir də ümumi amal uğruna yox, özlərinin amalı uğruna daha çox çalışmağa, yəni cəhd göstərirlər də. Məsələn, mən daha çox qazanım. Yenə Zülfiyə Qurbanova ilə olan bölümümüzdə demişdim, Mirzə Əkbər Sabir demiş, millət necə tarazı olur olsun, nə işim var. İnsan inkişaf eləmək istəyir, amma bu ədalət tərəzisini qorumaq lazımdır. Elə sən qabağa get, digərləri geridə qalsın, onda sən gəlib çıxış eləmə ki, mən Azərbaycan incəsənətinə xidmət edirəm, Azərbaycan filmi, serialımız qabağa getsin. Axı sən qoymursan birinci özün, sonra da gəlib belə danışırsan ki. Və ümumiyyətlə bu kino birgə sənətdir. Və burada və biz məsəl üçün mikrorayon serialı çəkilən vaxtda bunu çox yaxşı hiss edirdik ki, bunun necə birgə iş olduğunu hamı hiss edirdi və hamının gözündə o alovu hiss edirdin ki, biz gözəl bir şey üçün çalışırıq və hamı bir-birinə dəstək olur. Məsəl üçün o qədər anlar olub ki, hansısa bir məşq zamanı bir-birimizə dəstək göstərmişik. Məsəl üçün, mən gəlmişəm, operatoru Vasif Vəlizadən soruşmuşam ki, burada necə olsa, yəni hamıdan soruşursan da, rejissorun özü də təbii ki, bir-birimizə dəstək olmuşuq. Sevinç xanım özü də aktyorluq cəhətdən bəzi nüansları qeyd edib bizim üçün. Yəni, birgə kollektiv işini hiss eləmişik. Əgər burada rejissor ancaq öz egosu üçün nəsə bir şey eləsəydi, təbii ki, burada aktyorluq üzə çıxmayacaqdı, rejissorun egosu üzdə olacaqdı. Onda təbii ki, işi uğursuz olacaqdı. Ona görə də məncə burada ümumiyyətlə adekvat insanlar yetişməlidir ümumiyyətlə cəmiyyətdə və hər bir insan da biraz təkcə özünü düşünməməlidir, hamını düşünməlidir, bayaq deyildiyi kimi və biraz da qlobal düşünmək lazımdır. Dünyanı araşdırmaq, belə təsəvvürü genişləndirmək, həm də təxəyyülü də genişləndirmək, sadəcə necə deyim, biraz düşüncə sahəsini genişləndirmək lazımdır. Başqa işləri də araşdırmaq lazımdır və yeni bir şeylər ortaya qoymağa çalışmaq lazımdır. Tendensiyalara uyğunlaşdırmaq üçün dünya kinosu və yaxud da tendensiyaların fövqündə nəsə bir şey yaratmaq üçün və o diqqət çəkmək üçün. Bəli, və özündə o aşağılıq hissi görməmək. Məsələn, olur ki, elə insanlar var ki, düşünür ki, mən Azərbaycandayam, nə edə bilərəm? Yox.
çox şey eləyə bilərsən. Yəni sadəcə o əminlik lazımdır və çalışmaq, öz üzərində çoxlu çalışmaq, araşdırmaq və onu edəndən sonra mən düşünürəm ki, hər şey yaxşı olacaq. Sevgi lazımdır məncə. Sevgi və bir də sevgidən də əlavə, yəni zövq mənim üçün dünyada insanlığa verilmiş ən möhtəşəm özəlliyi zövqdür. Yəni bir insan zövqü varsa, həqiqətən demək o insan nələrsə qadir ola bilər. Yəni zövqü formalaşdırmaq mütləq şəkildə lazımdır. Zövqlü insanlar yetişməlidir. Onun üçün Zövqü aşılamaq lazımdır. bəli, zövqü aşılamaq lazımdır ki, zövqlü insanlar yetişsin ki, inkişaf olsun. Sizcə kino millətin aynasıdır ifadəsi. Yəni bu fikrə münasibətiniz necədir? Ümumiyyətlə bəs bizim aynada nə görünür sizcə? Məncə 50-50-yədir. Yəni kino millətin baxır çəkdiyin janra və mövzuya. Mikrorayon serialında bəzi şəxslər üçün bəli aynadır. Ümumi xalq olaraq ayna deyil. Çünki mikrorayon serialında olmayan saysız hesabsız personajlar var bizim cəmiyyətimizdə. Hansı ki yaxşı fərddirlər, yaxşı insandılar, ümumiyyətlə mikrorayondakı personajlar kimi seçim qarşısında qalanda düzgün seçim ediblər və bu gün gəlib daha belə deyək ölkə müstəvisində vacib məqamlardadılar. Amma bəzi şəxslər var ki, onlar üçün mikrorayon serialı aynadır və o adam baxıb özünü görür orada. Dilə gətirməsə də, bunu səsləndirməsə də, heç kim yanında belə baş-başa qalanda, vicdanı ilə baş-başa qalanda o personaj onun üçün aynadır. Məsəl üçün bizim rejissora bir nəfər əlaqə saxlamışdı ki, biz bu seriala görə çox sağ olun. Bizim bir yaxın dostumuz var idi ki, qumar oynayırdı və daşqın personajının intiharından çox belə təsirlənərək qumara tövbə eləyib, qəti formada bundan sonra heç vaxt qumar oynamayacağını deyir və neçə gün idi ki, ümumiyyətlə oynamırdı. O aynadan da baxıb bəzi insanlar var ki, özünü düzgün formada görür və görəndən sonra da dərs çıxarda bilir. Amma əksi də var təbii ki. Son sualımı verəcəm, sizi çox yormayım. Ən çox sevdiyiniz yerli film və rejissor? Bu ümumiyyətlə dəyişən bir şeydir. Ona görə mən nə vaxtsa bunu... Çoxdur, məncə də çoxdur. Film olaraq yaxşı rejissor ad çəkmək istəmişəm. Deyəndən sonra, məsəl üçün bir ay keçər, mən deyərəm, yox, əslində bu deyilmiş. Ona görə hal-hazırda tam da dəqiq cavab verə bilmirəm. Keçmiş filmlər barəsində ümumiyyətlə məncə nəsə demək bizə düşməz. Bəyəndiyin filmi deyirsən, düşməz deyəndə demirsən ki, Şahmar Ələkbərov bunu səhv çəkib. Məsələn, birini deyirəm, amma o birisini deməsəm... Qaraca qızı yaxşı çəkməyib, niyə? Yəni, çox yaxşı filmlər çoxdur. Yəni, mən bunun hamısını nə sayıb qutara bilməliyik, nə də ki, birini deyərik, birdən o birisi inciyər. Ona görə də məncə deməyək. Yəni, şərikli söyləyək, Uşaqlığın son gecəsi. Ən azından ad çəkdi. Mən bəyəndiyim film bilmirəm, baxmısınız ya, yox, Gilas Ağacı filmidir. 41-45-ci illərdə müharibə dövründən bəhs eləyir. Hazırda çəkilənlərdən, qısa filmlərdən Hasar filmi var. Elə rejissoru Qul Əsgərovdur. O da yaxşı filmdir. Sonra yeni rejissorlardan Türkan Hüseyni bəyənirəm və bir layihədə çalışmışıq. Ölü Həsən layihəsində festival filmidir. İnşallah dünya festivallarında mükafatlar qazanandan sonra gələcək ölkəmizə. Ürəklə dedi. İnşallah. Mənim amma festival filmlərindən biri Mərmər Soyuğudur. Mərmər Soyuğu yaxşı film. Mən baxmışam ona, çox gözəl filmdir. Sizə uğurlar arzulayıram. Asif Rüstəmovu da bəyənirəm bu arada. Asif Rüstəmov, üzr istəyirəm, rejissorun adı yadımdan çıxdı. Mərmər Soyuğun, yəni çox bəyəndim. Orada Qurban müəllim, Natavan, möhtəşəm oynayır. Əla oynayıblar. Çox sağ olun uşaqlar, gəldiyinizə görə, vaxt ayırdığınıza görə təşəkkür eləyirəm, minnətdaram. Azərbaycan mədəniyyətini ucalara daşımaq yolunda sizin hamınıza uğurlar arzulayıram. Əminəm ki, arzularınız sənətlə bağlı, Azərbaycan filmi və serialı ilə bağlı aşıb daşır. İnşallah ki, Allah bütün arzularınıza çatdırsın ki, biz də Azərbaycan mədəniyyətini izləyən, dinləyən, içərisində olan və yaxud da ki, olmayan insanlar olaraq baxaq, sevinək və fəxr eləyək ki, belə gözəl filmlərimiz və seriallarımız var. Təşəkkürlər. Bugün sizə Jet Sinemadan salamladıq. Sağ olun, görüşərik. Övladlarımız gələcəyimizdir.
Uğurlu gələcəyə gedən yol isə şübhəsiz ki, öyrənməkdən keçir. Beynəlxalq Təhsil Mərkəzi olaraq 2017-ci ildən bu günədək bu yolda övladlarımıza yoldaşlıq edirik. Olimpiyadalardan IELTS, TOEFL, TRY, SAT, buraxılış və blok imtahanlarına hazırlıq və əldə olunan yüksək nəticələrlə övladınızın xarici ölkəyə yollarını açırıq. 21 ölkənin 140 universiteti ilə əməkdaşlıq edərək xaricdə ali təhsili təmin edirik. Bakalavr və magistr təhsili üzrə alınan diplomları təsdiqlədirik. Marsol, Paşa Həyat, Bir Bank, Veysəloğlu və sair kimi nəhənglərlə partnyorluq edirik ki, siz dəyərli tələbələri sığorta, təqaüd və praktika ilə təmin edək. Beynəlxalq standartlarda təhsil kiminin iddiası, kiminin xəyalı, bizimsə işimizdir. ISO 9001 sertifikatı verdiyimiz təhsilin şəffaf və sistemli, ISO 29994 sertifikatı isə planlı və keyfiyyətli olduğunun başlıca sübutlarındandır. Uğur təsadüf deyil. Bizim də əldə etdiyimiz 4000 qəbul, 750 məzun, 6 mükafat təsadüf yox, fəaliyyətimizin nəticəsidir. Uğurlu gənclər, minnətdar valideynlər. Və illərdir zədələnməyən imicimizə əsaslanaraq deyirik ki, Beynəlxalq Təhsil Mərkəzi etibarlı yol yoldaşınızdır.